Ən varlı ölkə bilirik ki, Birləşmiş Ştatlardır. Bunun iki dənə səbəbi var. Onu tapmağınıza kömək kimi bir şey deyəcəm. Belə videolar çəkəndən qarşıma çoxlu videolar çıxır bu tərzdə. Görürəm ki, eyni oxşar ümumi sözlərdir, çətin cəmaət işinə başa düşmür. Bir dənə belə kömək kimi onu deyirəm ki, sırf öz fikrimdir. Elə bilirəm ki, çətin sualdır. İki dənə səbəbi var amma. Buna mən tam əminəm, bilmirəm. Gələn videoda bunun cavabını deməyəcəm, amma bir neçə gündən sonra cavablara baxacağım. Təki düz cavabı kimsə tapsın, mənim fikrimdə olan düz cavabı və əmin olduğum düz cavabı. Tapmasa da yenə də paylaşacağım bir neçə gündən sonra. Anlayış üçün deyim ki, 27 trilyon dollar ümumdaxili məhsulu var. Halbuki birinci yerdədir. Bu 27 trilyon dollar nə deməkdir? 11-ci yerdən sonuncu yerə kimi dünyada 190 neçə ölkə var. 11-ci yerdən sonuncu yerə kimi heç 27 trilyon dollar ümumdaxili məhsulu yoxdur. Tək Birləşmiş Ştatlar deməli bütün o 190 ölkədən çoxdur ümumdaxili məhsul. İndi ilk onluqda şükür ki, Türkiyədə var, cəmi 1 trilyon dollarla. Amma sualın cavabını gözləyəcəm.